suyunu kəsiblər. Prezidentin uğurlu inkişafına ləkə deməkdir bu. Bu qadının təcili suyunu açın deyə bilmirsən. 100 manat, nə bilim 50 manat borcu olar da bu suya. O sunu sən cibindən verə bilmirsən. Ay o uğraş Rəcəb Babaşov. 7 ildir Qazağın sərvətini talan eləyirsən. Arvadı fahişə. Buyur bacı, buyur. Deyirsən. Bəli. Hə, ona görə gəlirlər and olsun Allaha. İnan qapıda dururlar, qapında deyirəm, abala yoxum da, su pulum yoxdur, bir şeyim yoxdur. Yerin, gedin, kəsməyin deyirəm. İnan and olsun Allaha, gəliblər, kəsiblər. Mən sonra baxam, görəm ki, suyu kəsib gediblər. Su gəlmir. Dedim, o da suyu kəsib. İnan susuz qalmışıq. Bu Azərbaycanda zülüm çəkirik biz. Vallahi zülüm çəkirik. Əziyyət çəkirik. Uşaqlarımız əziyyətlə böyüyür bu Azərbaycanda. Rahatlıq verin ki, qoy rahatla böyüsün bu uşaqlar. Qoy əziyyətlə böyüməsinlər. Hamısı rahatla böyüsün. Nə istəyirsiniz axı bu körpə uşaqlardan? Nəyə görə susuz qoyursunuz? Nəyə görə qazsız qoyursunuz axı? Nə istəyirsiniz çörəksiz qoyursunuz axı? Nə qədər taliyib yeyəcəksiniz axı? Haqqını niyə yeyirsiniz körpələrin? Azad eləyəndə buraxın da bizdən əl çəkin də, körpələrdən əl çəkin də. Bu qara cəmaatdan nə istəyirsiniz axı? Gedin imkanlı adamlardan yapışın da. Nəyimiz var verək axı? Nəyimiz var? Heç nəyimiz yoxdur axı verək də. Bəstirin də əl çəkin də bizdən. Bu körpə uşaqları biz nə var axı? Necə dolandıraq bu körpə uşaqları? Vazır, uşaq da ağladı. Allah köməyin olsun. Sən belə elə. Sən bir dənə get Rəcəb Babaşovun o icra hakimiyyətinə müraciət elə. Elə mənim adımla da denən. Denən məni himayəvə götürsən, Elşad efirdən söz verib ki, Rəcəb Babaşov sənə dəyməyəcək. Sənin o 5 körpə övladının, nə bilim, evində suyu olsun, qarşıdan qış gəlir, qazımız olsun, nə bilim, yeməyimiz olsun, and olsun Allaha Rəcəb Babaşovdan işim yoxdur. Yox, səni himayəsinə götürməsə, sənin suyun açılmasa, uşaqlarıma baxmasa, Rəcəb Babaşov, and ola Allaha deyirəm, o fahişə arvadımın yatağından çıxmayacam. Gəlinimin, o Elşan Babaşov var, Qalenvagenlə düşür, Range Roverə minir. Peysər oğlumun arvadının yatağından çıxmayacam, Rəcəb Babaşov. Bu ananı himayəvə götürür. Bəs uğraşdıq elədir. Sağ ol, sağ ol bacı, sağ ol. Oldu, sağ ol. Uşaq durmur, ağlayır, hə. Allah köməyin olsun. Məni efirə qoşduğuna görə çox sağ ol. Sağ ol. Sağ ol. Deməli, indi efirə qoşulur Zəki dayı. Görürsünüz, əzizlərim. İlham Əliyevə qoz qoymayan icra başçılarından biri də, bax, bu arvadını icra anası erməni, Şəmkir ermənisi olan Cavid Qurbanovun yatağından çıxarda bilməyən, şeyin boyda boyu olan, yanımda deyansa Allah and olsun şeyin boyda boyu var. Göt boydadır bax, göt boyda. Amma Qazağı talan edir. Rəcəb Babaşov, o qadını himayəvə götür, and olsun Allaha arvadımın pastelindən çıxmayacaq. Aydındır, Zəki dayı gəldi. Ay salam Mələk Ağsaqqal, necəsən? Ay əleykümə salam, Allah saxlamış. Neynirsən, nə tərsən? Sağ ol, canın sağ olsun. Özün. Canavarlar necədir Allah saxlamış? Çox sağ ol, çox sağ ol, var ol. Allah sənin balalarını saxlasın. Deməli, 2-3 gün qabaq demişdim bir çıxarıq, mən də dünən vaxt etmədim. Elə indi dedim bir iki qardaş çıxaq danışaq. İlham Əliyev yenə özünü gülünc vəziyyətə qoyubdu. Həmişə qoyuruq heç. Barmaq sirkələyib ki, gedin vətəndaşlara xidmət eləyin. Bax bu arvadı fahişə də bir dənə 5 uşaq anasına himayə edə bilmir. Suyunu kəsiblər. 21-ci əsrdə 5 uşaqla dindar bir ananın gəlib suyunu kəsiblər. Bax bu icra başçısı olan bir rayonda. Buyur Zəki dayı, sən sözünü denən. Allah razı olsun, Allah razı olsun Elşad. Həqiqətən Allah səndən razı olsun ki, elə əsas şeylərə sən qabil yanaşırsınız ki, ona görə də namazlarımda da həmişə dua edirəm ki, Allah Elşadın, qabilin, qəlbində olan bütün halal arzularını həyata keçirsin və Allahın nəzəri daim sizin başınızın üstündə olsun ki, düşmən sizə yaxın gələ bilməsin. Yəni bunu həqiqətən namazlarında deyirəm və buradan da onu demək istəyirəm ki, Allahın nəzəri olsun həqiqətən də qabilin, əqidə qardaşlarının, Elşadın, Zəkinin, yəni və onları sevənlərin, mübarizəyə həmişə hər an hazır olanların başı üstündə Allah nəzəri olsun və ruzu bərəkət olsun hamının başının üstündə. Moderatorlara da buradan təşəkkür edirəm ki, sağ olsunlar, Allah razı olsun ki, həqiqətən 100 minlərlə kişinin elə bilmədiyi işi onlar görürlər. Qorxmadan, ürəklə